Əziz izləyicilər, əziz şagirdlər, bugün mən sizlərlə bir çoxlarımızın çətinlik çəkdiyi liseylərdə, testlərdə, sınaqlarda, yəni bizim qarşımıza çıxan qalıqlı bölmə hissəsindən danışmaq istəyirəm. Bəzi şagirdlərimizin istəyi əsasında bu video çəkilir və bu videonu sizlərlə paylaşarkən kimin hansı hissədə çətinlikləri var, o hissələri nəzər yetirməyə çalışacağım. Deməli, bu dərslərimizdə dərs 1 olaraq qeyd edəcəm və hər kəsin qayda dəftəri olmalıdır. Həftədə bir dəfə bazar günləri sizlərə qrup olaraq görüntü zəng edəcəm və həftə ərzində yazdırdığım qaydaları soruşacağım. İzah etdiyim videolardan sizlərə suallar verəcəm. Deməli, dərsimizə qoşulmaq üçün bizim ödənişimiz sadəcə 10 manatdır. Birinci olaraq ilk öncə qayda dəftəriniz olmalıdır və hər bir izah etdiyim sualın içərisindən qayda çıxarsa, siz həmin qeydlərinizi qayda dəftərinə yaza bilərsiniz. Birinci sualımıza baxaq. Birinci sualımızda deyir ki, bölən 7 olarsa, alına bilən qalıqların cəmini tapın. İlk öncə yazırsınız ki, qayda olaraq qayda dəftərinizə qeyd edirsiniz ki, bölünmənin elementlərini bilirsiniz yəqin ki. Bölünən, bölən, qismət. Düzdürmü? Birinci suala əsasən belə bir qayda yazırsınız ki, qalıq həmişə yazırsınız. Qalıq həmişə böləndən kiçik olur. Bu birinci qaydamız. Qalıq həmişə böləndən kiçik olur. Bunu yazırsınız. Deməli, bölən 7-dirsə, qalığımız həmişə 7-dən kiçik olmalıdır. Yəni, 7-dən kiçik ədədlər 1, 2, 3, 4, 5 və 6. Bizə də deyir ki, bölən 7 olarsa, alına bilən qalıqların cəmini tapın. Bu qalıqların cəmi bizə verəcək 21 B variantı. Başa düşdünüzmü? İlk olaraq qaydamızı yazdıq ki, qalıq həmişə böləndən kiçik olur. Böləndən kiçik olur və bu şəkildə misalımızı həll etdik. Gələk ikinci misalımıza. İkinci misalımızda nə deyir? Deyir ki, bölən 4 olarsa, qalığın alına bilən qalıqların sayını tapın. Say deyir, baxın, diqqətlə oxuyun. Burada bizə cəm deyirdi, burada sayını deyir. A bərabər eləyə bilər. 1, 2, 3. Neçədən oldu? 3 dənə. Bəs cəmini soruşsaydılar 6 dənə. Say soruşduğuna görə 3 olacaq. O da bizim A variantımızda var. Sonra hələ ki qayda yazın deyəndə qayda dəftərinizə qeyd edərsiniz. İndi deyir ki, ədədi 22-yə böldükdə natamam qismətdə 8, qalıqda isə 10 alınır. Ədədi 22-yə böldükdə natamam qismət 8, qalıq isə 10 eləyir. Qayda dəftərinizə yazırsınız ki, qalıqlı bölmədə bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub qalıq üzərinə gəlirik.
qalığı üzərinə gəlirik. Bu qaydanı yazın qayda dəftərlərinizə. Deməli, qalıqlı bölmədə bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üzərinə qalığı gəlirik. Bu hissəni qeyd elədiyinizə görə videonu dayandırıb hissə qeyd edə bilərsiniz. Deməli, yazdığımıza görə deyir ki, ədədi 22-yə böldü. X bölək 22. Natamam qismətdə 8, qalıq da 10 eləyir. Düzdürmü? İndi mən X-i tapmaq üçün natamam qismət 8-i vururam bölənə 22-yə. Üzərinə gəlirəm qalığa, yəni 10. X bərabərdir. 22-yi 8-ə vuranda eləyəcək 176. Üstə gəlirik 10. X da bərabər eləyəcək 186 Y bəndinə. Ümid edirəm çətin bir şey deyil. Hər birimizin testdə qarşısına çıxacaq mövzulardan biridir. Və hər kəs bunu tam dəqiqliklə dərk elədi. 4-cü sual. Deyir ki, 194 bölək x bərabər 9, qalıq 5 bərabərliyinin alına bilən x-in cəmini tapın. Ay müəllim, bayaq biz qayda yazdıq ki, qalıqlı bölmədə bölünəni tapırıq. Bəs böləni necə tapırıq? Sadəcə bizə verilən qaydaya əsasən bölünəni yazırıq. Ötənlik qururuq. Mən necə demişdim? Bölünən necə tapılırdı? 194 bərabərdir. Düzdürmü? 9 vurulsun x. Üstə gələk 5. Aha. Mən tənlik aldım mı? Bəli. Heç bir misalın qarşısında aciz qalmayın. Həmişə misalı oxuyun. Bacara bildiyiniz qədər riyazi tənliyini qurun və ondan sonra gedişata baxın. Yox, əgər yenə də bu hissədə çətinliyiniz olsa, bu çətinliyi aradan qaldırmaq üçün çalışın və yaxud da bunun kimdənsə köməyini alın. İndi mən burada tənliyə əsasən 9x bərabərdir. 194-dən 5 çıxıram. Eləyəcək 189. Düzdürmü? X-i tapmaq üçün 189-u 9-a bölürəm. Düşəcək 21. Məndən deyir, X-in deyir neçə böləni var. 21'in bölünənləri hansılardır? 21 1'ə bölünür, 3'ə bölünür, 7'yə bölünür və 21'ə bölünür. Deməli 21'in neçə dənə böləni oldu? 4 dənə böləni oldu. Məndən 21'in özünü də soruşmur ha. 21'in bölənlərinin sayını soruşur. Bu da bizim 4-cü misalımız. Növbəti gəldik 5-ci misala. Deyir, ədədlərdən hansı 8'ə bölünür? Ədədlərdən hansı 8'ə bölünür? Qayda yazırıq. Yazırıq ki, son 3 rəqəmi, mən bir də bura yazmayayım, sizə deyim, siz qeyd edin. Son 3 rəqəmi 8'ə bölünən ədədlər 8'ə bölünür. 8'ə qalıqsız bölünür. Son 3 rəqəmi 8'ə bölünən ədədlər 8'ə qalıqsız bölünür. İndi mən məsələn 1700 A bəndində 17462-ni 8'ə bölündüyünü tapmaq üçün 462'yi 8'ə bölməliyəm. Kənarda yoxlayıram ki 462 8'ə bölünürmü? 46'nın içərisində 8 5 dəfə 40 62'də tam bölünmür. A variantı silindi. B variantında 22518. Baxaq görək son 3 rəqəmi. 518 8'ə bölünürmü? 6 dəfə 48 38 8'ə bölünmür. C variantında 39472. Bəli, bu bölünür. 472'yi 8'ə bölünür, düşəcək 59. Deməli cavabımız olacaq nə? C variantı. 8'ə bölünmə əlaməti necə oldu? Son 3 rəqəmi 8'ə bölünən ədədlər
8'ə qalıqsız bölünürlər. 6-cı misalımız 11'ə bölünmə. Hansı ədəddə 11'ə bölünür? 11'ə bölünmə şərtimiz budur ki, əgər 11'ə bölünmə zamanı cüt yerdə duranların cüt yerdə duran rəqəmlərlə tək yerdə duran rəqəmlər arasında işləməliyik. Deməli, A bəndində 84.219. Qaydamız belədir ki, 11'ə bölünmə zamanı cüt və tək yerdə olan rəqəmləri ayrılıqda cəmləyirik. Əgər cəmlərin hasili 11'ə bölünürsə, demək bu ədəd 11'ə qalıqsız bölünür. Bir də deyirəm, 11'ə bölünmə əlaməti, 11'ə bölünmə zamanı cüt və tək yerdə olan rəqəmləri ayrılıqda cəmləyirik. Əgər cəmlərin hasili 11'ə bölünürsə, demək bu ədəd 11'ə qalıqsız bölünür. Məsələn, cüt yerdə duran 1-ci yer, 3-cü yer, 5-ci yer. 8 plus 2 plus 9 bərabərdir. 2-ci yer, 4-cü yer. 4 plus 1. 5, 10, 19. İndi deyir ki mənə 19 vuraq 5, yəni 95 ədədi 11'ə qalıqsız bölünürsə, deməli bu ədəd də 11'ə qalıqsız bölünür. 19 vuraq 5 ədədinin heç bir 11'ə bölünmədiyinə görə A variantını silirik. Düzdürmü? İzah hissəsini yazıb variantlarını qeyd edəcəm. B variantında 7, 1, 7, 5, 7. Tək yerdə duranlar 7, 7, 7. 3 vuraq 7 bərabərdir. Sizi qarışıq salmayaq, toplayaq. 7 üstə gələk 7, üstə gələk 7, 21. Cüt yerdə duranlar 1, 5. 1 plus 5, 6. 21 vuraq 6 ədədində heç biri 11'ə bölünmədiyinə görə B variantımız getdi. C variantına baxaq. 5 C variantında 5, 9, 0, 55. Düzdürmü? 2, 3. 5 üstə gələk 0, üstə gələk 5, eləyəcək 10. 9 plus 5 eləyəcək 14. 10 ilə 14 arasında heç bir ədəd, yəni bu hasildə heç bir ədəd 11'ə tam bölünmür. Bunu da sildik və D variantı da ödəmir. E variantında ümumi cavabı göstərmişsə 4, 5, 3, 6, 4. Burada 4, 3, 4. 4 plus 3 plus 4 eləyəcək 11. 5 plus 6 bərabərdir 11. 11 vuraq 11 hasilində təbii ki, bu hasil 11'ə nə edəcək? Bölünəcək. Yəni cavabımız oldu burada Y bəndi. Növbəti misalımızda gələk. 7-ci misalımızda 11'ə bölünmə əlamətlərinin yəqin ki, qaydasını yazınız. 7-ci sualda deyir ki, ədədi 5'ə böldükdə qalığı və qisməti eyni olan bütün ədədlərin cəmini tapın. Bunu ən rahatı belə yazıram. 1 vuraq 5 üstə gələk 1 bərabərdir 6'ya. 2 vuraq 5 üstə gələk 2 bərabərdir 7'yə. 3 vuraq 5 üstə gələk 3 bərabərdir 15, 18'ə. 7 nədir? Yuxarıdakı 12'dir. Biz bu ədəd niyə 7 yazmış? 12'yə. 3 dəfə 5, 15, 3 də gəlir 18. 4 vuraq 5 üstə gələk 4 eləyəcək 24. 5 vuraq 5 üstə gələk 5 30 eləyəcək. Görürsünüzmü? 30 amma 6'ya tam bölündüyünə görə bu hissəni yaza bilmirik. 24'ə qədər ədədləri toplamaq bizə kifayət edir. Yəni bu ədədlərin cəmini tapın deyir. 6 plus 12 plus 18 plus 24. Yəni burada bu cəmi bizdən istəyir. 18 üstə 18 gələndə 36. 24 də gələndə eləyəcək 60. Yəni bu cəmləri neçə eləyəcək? 60 eləyəcək. Bunu deyirəm.
Başa düşdünüz. Digər testimiz də bununla bağlıdır. Çalışın, özünüz yazın. Heç bir kömək almadan əvvəlki videoya baxaraq. Deməli, deyir ədədi 8-ə böldükdə qalığı və qisməti eyni olan bütün ədədlərin cəmini hesablayın. 1 vuraq 8, üstə gələk 1 eyni qayda ilə yazıram. 9. 1 vuraq 2 vuraq 8, üstə gələk 2. 16, 2 də gəldi 18. 3 vuraq 8, üstə gələk 3, 24, 27. 4 vuraq 8, üstə gələk 4, 32, 36. 5 vuraq 8, üstə gələk 5, eləcək 45. 6 vuraq 8, üstə gələk 6, 48. 6 da gələndə 54. 7 vuraq 8, üstə gələk 7, bərabərdir 56, 7 də gələndə 63 eləyir. 8 vuraq 8, üstə gələk 8, bərabərdir 64, 72 eləyir. Bax, 72 8-ə qalıqsız bölünmədiyinə görə, yəni qalıqsız bölündüyünə görə biz bu ədədləri tapırıq. 9, 18, bax bunların cəmini tapırıq. Bunların da cəmi bizə, yəni vaxtımızı çox aparmaq istəmirəm. Cəm bizə verəcək B variantı 252. Yəni bütün bunların cəmi yazıram. Cəmi 252 edəcək. Bunları silək, bizə sonradan mane olmasın. Deyirəm, qaranlıq heç nə qalmadı sizə. 9-cu sual. Deyir ki, 5, 6. 3-ə bölünmə əlaməti bilirik ki, qayda dəftərinizi yazın. Rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə qalıqsız bölünür. Bu bölünmə əlamətləridir. İndi mənə deyir ki, 5, üstə gələk C, üstə gələk 6, üstə gələk 7, üstə gələk D, üstə gələk 2, 3-ə bölünməlidir. Düzdürmü? C plus D bu cəm ümumiyyətlə neçə bərabərdir? Üstə gələk 11, 18, 20'dir. İndi mən C-yə hansı ədədləri qoysam 3'ə deyir bölünməz. 3'ə bölünə bilən ədəd olmaz. C plus D-yə 1 qoysam 21 eləyir, bölünür. C plus D-yə 4 qoysam 24 bölünür. C plus D-yə 8 qoysam 28 ödəmir. 13 qoysam 33 ödəyir. 16 qoysam 36 ödəyir. Deməli, mənim cavabım oldu burada 8 C variantı. Onuncu sual. Deməli, çox xırdaxana qədər izah edirəm ki sizə. Heç bir qaranlığınız qalmasın. 10-cu sualda deyir, bu hasilin 4'ə bölünməsindən alınan qalığı tapın. Qayda dəftərinizə yazırsınız ki, əgər hər hansısa ədədlərin hasilini başqa bir ədədə bölünməsindən alınan qalığı soruşsalar, həmin ədədlərin son rəqəmlərinin hasili tapılır və bizdən istənilən rəqəmə və yaxud da ədədə bölürük. Məsələn, bu hasilin 4'ə bölünməsindən alınan qalığı istəyirsə bizdən, bu ədədin son rəqəmi 4'dür. Vururam. Bunun son rəqəmi 2'dir. Vururam. Bunun son rəqəmi 8. 4'ə bölünməsindən alınan qalıqdırsa, əgər vurmalarımız 4'ün vuruqlarıdırsa, deməli 4'ə bölünmədə bunlarda qalıq alınmayacaq. Aydınmı? Yəni bu şəkildə qalıq bizə alınmır. Çünki son rəqəmlərimiz 4'ün bölənləridir. Yəni 4'ə bölünən ədədlərdir. 11-ci sual. 11-ci sualda deyir ki, bu ədədlərin kvadratı. İndi baxın bura. 9 dəfə 1 son rəqəmlərinə baxırıq. Yazdığımız qaydaya əsasən
Bunun sonu 9'dur, bunun sonu 1'dir. 9 dəfə 1 9 eləyir. 9'un kvadratı eləyəcək 81. Son rəqəm neçədir? 1. 1'in üzərinə 8 gələn eləyəcək 89. İndi son hissəsini deyirəm. 89'un deyir 25'e bölünməsindən alınan qalığı tapın. 3 yazsaq 75, 4 yazsaq 100 eləyəcək. 75'e yazsaq 4, 14. Alınan qalığı tapın. Bəli. Burada son rəqəm kvadratdır, kub kvadrat. Son rəqəmimiz 9 vuraq 1'ə əsasən 9 kvadratı 81. Belə yazaq da. Bax 25'e bölükdə 9'un 9 vuraq 1 9 eləyir. Kvadratı 81 eləyir. Düzdürmü? Ay sağ ol. 81'i üzərinə 8 gəlirəm. 81'in üzərinə 8 gəlirəm. 9 5'ten 9 16. Yox, alınan qalığı deyir. Son rəqəmi məsələn 1'dir. 1'in üstə 8 gələndə eləyəcək 9. Və həmin bu ədədin 25'e bölünməsindən qalıq. İndi bu ədədi vurmayaq. 81 yenə eyni şey. 1 1 sonu 1'dir. 1'in üstə 8 9 eləyəcək. Gəlin eləyək də. 25'ten 9 çıxanda 16. 11-ci misalımıza baxaram. Vaxtımızı aparmasın. Kvadrat olaraqdır. Son ədədləri vururamsa 9 vuraq 1'dir də. Bəli 9 eləyəcək. 9'un kvadratı 81'dir. Son hissəsi 9 eləyəcək. Və 25'e də bölünəndə alınan qalıq məsələn 25'in üstə 9 gələn eləyəcək neçə? 36. Tamam. 11-ci sualımız qalsın. 11-ci sualımıza baxarıq, 12'ye baxaq. Deyir ki 2A 8 2B 5 rəqəmli ədədin 5'e böldükdə qalıqda 4 alınır. 5'e böldükdə qalıqda 4 alınırsa B bərabərdir ya 9'dur ya da 4'dür. Həmin ədəd 12'ye tam bölünürsə, 12'ye tam bölünürsə, deməli 2'ye və 3'e bölünən ədədlərdir. 2'ye də bölünürsə, deməli sonu cüt ədədlərdir. 9 yaza bilmərəm. 2 A 8 2 4. İndi B'yi 4 yazdım. Deyir 5'e də bölünür. Sonu 4'dür. 12'ye tam bölünürsə. 5'e böldükdə qalıqda 4 alır, problem yoxdur. İndi mən bunu 2'ye bölünməsini yazdım, 3'e bölünməsini tapmalıyım. 10, 16. 16'dırsa, mən aya nə qoya bilərəm? 2 qoya bilərəm. 18, 16'dır. Düzdürmü? 5 qoya bilərəm. 21, 6, 22, 7, 23, 8, 24, 9 qoya bilmərəm. Deməli, mənə A2, 5, 8 ifadələri lazımdır və mənə hasilin ən böyük qiymətini soruşursa, A'nın qiyməti 2-dir, B'yə bir dənə 4 yaza bilirik. 2 dəfə 4 8 eləyəcək. 4 dəfə 5 20 eləyəcək. 4 dəfə 8 32 eləyəcək. Mənə də ən böyük hasil lazım olduğuna görə A variantını götürürüm. 13-cü sual. 13-cü sualda
Uşaqlar, bizdə 11-ci sualda cavabımız 9-dur. De qalığımız 9. Əslində biz burada düz yazmışdıq. Sadəcə olaraq mən cavabı 7 kimi görmüşəm. Gəlin 11-ci suala qayıdaq. Bizim son rəqəmlərimiz 9 idi. Yox, 9 vuraq 1 81 idi. Düzdürmü? Ay sağ ol. 81 idi və 1-in üzərində 8 gəldim. 9 elədi. 25-ə bölünməsindən də alınan qalığı tapdıq. Bizim burada 25'e bölünmək üçün qalığımız əgər ədədimiz 9-dursa, qalığımız da 9-dur. Bəli, 11-in cavabı Y bəndi. Mən burada cavabları C bəndi görmüşəm deyə ona görə sizlərə C bəndinin olduğunu izah etməyə çalışırdım. Və alınmayanda dedim yəqin hansısa hissəni səhv deyirəm, səhv gedirəm və bu şəkildə də səhv izah etmək istəmədim. Amma baxıram ki, cavabımız Y verilib, 9 verilib. Ona görə biz 9 dəfə 1, 9, kvadrata yüksəkliyi 81, plus 8 elədi, neçə 9. Və 9 ədədin 25-ə bölünməsindən alınan qalıq yenə 9-un özü olacaq. 13-cü sual. 12-ci sualda izah elədik. 13-cü sualımıza keçək. 13-cü sualımızda nə deyir? Müəllimlə şagirdin yaşları fərqi 28-dir. Bax, mən yazıram. Müəllim çıxılsın, şagird bərabərdir 28-dir. Müəllimin yaşı şagirdin yaşına bölsək, indi müəllimin yaşını şagirdin yaşına bölsək, natamam qismətdə 3, qalıqda isə 2 alınır. İndi mənə burada deyir ki, müəllimin bölünənini tap, müəllimin yaşını tap. 3y plus 2 değil mi? Bəli. Gətirək yuxarıda yerinə yazaq. Olacaq nə? 3y üstə gələk 2 çıxılsın. Y-ə, çünki şagirdə y demişdik axı. Müəllimə qız şagirdə y deyək. Bərabərdir 28-ə. 3y-dən y çıxanda 2y üstə bərabərdir. 28-dən 2 çıxanda 26. Y bərabərdir 13-ə. Məndən kimin yaşını soruşur? Müəllim neçə yaşındadır? Y 13-dürsə, 3-ü 13-ə vuranda 39 üstə gələk 2. Müəllim neçə yaşında oldu? 41 yaşında Y bəndi. 14-cü sual yenə eyni bu tipdədir. Bu qaydadadır. Sərbəst yaza bilərsiniz. 14-cü sualda deyir ki, ana ilə qızın yaşları cəmi, yəni x plus y neçədir? 51'dir. Ananın yaşını qızın yaşına bölsək, x bölək y olsa, natamam qismətdə 4, qalıqda isə 6 alınır. Düzdürmü? X bərabər 4y üstə gələk 6-ya. Yuxarıda yerinə yazaq. 4y üstə gələk 6, üstə gələk y bərabərdir 51-ə. 5y bərabərdir 51-dən 4 qalsa saldı. Hə. Deməli burada ana ilə qızın yaşları cəmi 51-dir. 5y üstə gələk 6 bərabərdir. Hə, burada eləyəcək 45. Y də bərabərdir 9-a. Bizdən nəyi soruşur? Ananın yaşını soruşur. 4 dəfə 9, 36 üstə gələk 6. Ananın eləyəcək 42 yaş D bəndi. 13-cü sual. 13-cü sualda deyir ki, hələ ki qayda ehtiyac yoxdur. 15-ci sualda doğrusu. 15-ci sualda deyir 1-dən 30-a qədər olan natural ədədlərin hasilini 30 312-yə bölsək qalıqda neçə alınır? Gəlin ilk öncə biz buradan baxaq görək. 1-dən 30-a qədər ədədlərin içərisində 312-nin bölənləri varmı? Yəni 312-ni burada mən 6-ya bölsəm düşəcək 30. 8-ə bölsəm 312. 312 8-ə bölsəm 31-in içərisində 8 4 dəfə yox 3 dəfə 24 72-nin içərisində 9 dəfə 39. Deməli bölünmür. Mən bunu nəyə bölə bilərəm? 39 1-dən 30-a qədər ədədlər lazımdır mənə. 312-ni bölürəm 10 12'ye. Görək bölünürmü?
2 dəfə 24, 72-cisində 26 dəfə. Aha. Deməli mən buradan yazıram ki 312 bərabərdir 26 vuraq 12. 26 ilə 12 1 ilə 30 arasındakı ədədlərdir və 1 ilə 30 arasındakı vuruqlarda, hasillərdə 26 ilə 12 vuruğu varsa, yəni 312-yə tam bölünürsə, deməli bu ədədin qalığı 0 olacaq. Sadəcə biz baxmalıyıq ki, hasilin içərisində bizdən soruşulan ədədin vuruqları olsun. Baxın, indi burada deyəcəm mən sizə. Deyir ki, 4 vuraq 9 vuraq 11, 13, 15, 18, 21. Üstəgələ 9 ədədinin 36-ya bölünməsindən alınan qalığı tapın. Bu hasildə görürük ki, 9 vuraq 4 hasili var. 36 eləyirsə, deməli bu hasil 36-ya qalıqsız bölünür. Və mənim burada üzərinə gəldiyim ədəd neçədir? 9. Deməli biz burada nə edirik? Həmin bu ədədi 9-a, həmin bu ədədi 36-ya bölünməsindən alınan qalığımız 9 olacaq. 17-ci sual deyir ki, 17-ci sualda Turan düz bir yolda hər dəfə 7 adım irəli, 3 adım geri gedərək hərəkət etdi. O cəmi 155 adım atmışdırsa, hərəkətə başladığı ilk nöqtədən neçə adım irəliyə getmişdir? İlk öncə biz cavablarda elə də tapmalıyıq ki, həm 7-yə, həm 3-ə bölünsün. 65 nə 7, nə 3-ə bölünmür. 68 3-ə bölünür, 7-yə bölünmür. 71, 75 və 62. 7 adım ileri, 3 adım geri. 65, 71, 75, 62. Aha. Neçə adım irəliyə getmişdir? 7 adım irəli gedirsə, 3 adım geridirsə, aha. Deməli bir dəfədə 4 adım irəliləyir. 155 4-ə bölək. 3, 12, 35-in içərisində 8 dəfə. Təxmin etməyə də bax. Deməli, əslində çox vaxt bu tip misallarda elə ədəd götürürdük ki, həm 7-yə, həm 3-ə bölünən ədəd olur. Və biz burada nə edirik? İrəli getmişdir. Mən burada irəli getməsini tapmaq üçün variantlara baxıram. Məsələn, 65 yazsam, 65 adım irəli gedibsə, 65-i vururam 7-yə. 65-i 7-yə vururam. 65 vururam 7-yə. Düzdürmü? Eləcə 35 3 yadda, 42 3 yadda, 45. 455 eləyir. Və 65-i 3-ə vururam. 65 dənə adımdan gedir söhbət. 5, 1 yadda, 18, 19. 195. Eləcə 5-dən 5 0. 6, 3. 2, 260. Neçə adım irəliyə getmişdir? 7 adım irəli, 3 adım geri gedərək hərəkət edirdi. O cəmi, biri yazaq da. 4 qız. 7 adım irəli, 3 adım geri gedirsə, hərəkətə başladığı ilk nöqtədə neçə adım irəliyə getmişdi? Burada biz necə yazırıq? Birinci etapda ilk hərəkətində 7 adım irəli gedirsə, 4 adımda geri gedir, 3 adımda geri gedir. Düzdürmü? Deməli bir dəfəyə 4 adım, yox, 7 adım irəli gedir. 3 adımda geri gedirsə 4-ə qayıdır. 155-i 3-ə bölək, bölünmür.
50 bir düşür qalır. Bu tip adım məsələsidir. Deməli, mən burada nə edirəm? Düz bir yolda hər dəfə 7 addım irəli və 3 addım geri gedərək hərəkət edir. O, cəmi 155 addım atmışdırsa, 7 addım irəli, 3 addım geridirsə, bax, bunlar 4 addım eləyir də. 7 addım irəli gedir, 3 addım geri gedirsə, 4 addıma qayıdır. 155'i biz 4'e böldük, düzdürmü? 408. 38 dəfə bunlar təkrarlanırsa, indi 17-ci sualımız qalsın. Baxaram, vaxtımız çox gedəcək növbəti videolarımızda. Deyir ki, şagird yazdığı hər 9 məsələdən 3-ünü səhvləlidir. 9 məsələ yazır və 3-ünü səhvləyirsə, deməli düz 6-sı qalır. O cəmi 15 məsələni səhv etmişdirsə, 9 məsələdən 3-ünü səhv eləyirsə və cəmi 15 dənə məsələ varsa, 3-dən 15-i 5-ə vurmaqla alınıbsa, 9-dan 15-i də 5-ə vurmaqla alınacaq. O da eləyəcək 45 C variantı. 19-cu sualda şagird 50 səhifəlik nağılın hər 10 səhifəsində 25 dəqiqə oxuyur. Sonra 12 dəqiqə dincəlir. Bu hesabla o bu gün nağılın hansı müddətdə tam oxuyub bitirər? Gün ərzində də hansı müddət ərzində oxuyub bitirər? Məsələn, 10 səhifəsini 25 dəqiqə oxuyur, 12 dəqiqə dincəlirsə, deməli, bu neçə dəqiqə vaxt sərf edir? 27 dəqiqə. Düzdürmü? Bu hesabla bu nağılı hansı müddətə oxuyub bitirər? 50 səhifə var. 10 səhifəsini, bax, 10 səhifəsini 27 dəqiqə oxuyursa, 27 yox, 37 dəqiqə oxuyursa, 50-sini tapmaq üçün 37-yi vururam 5-ə. 35, 3 yadda, 15, 18. 185. 185-i də saat dəqiqə. Hədə 185-i də saat dəqiqəyə çevirəndə olacaq 3 saat. 180 dəqiqəmiz 3 saatdır və 5 dəqiqə. 185 bərabərdir 3 saat 5 dəqiqə cəbəndi. Sonra 19-da cavab Y çıxıb. Deyir, şagird 50 səhifəlik nağılın hər 10 səhifəsini 25 dəqiqə oxuyur, sonra 12 dəqiqə dincəlir. Oxuyub bitirər. 25 dəqiqə oxuyubsa, 12 dəqiqədə dincəlirsə 37 edir, düzdürmü? Hansı müddətdə oxuyub bitirər? 25-i 5-ə vuraq, yaxşı. 25 2 yadda 125. 125'də də 2 saat 5 dəqiqə. Yox, belə olmur. 50 səhifəlik nağılın hər 10 səhifəsində 25 dəqiqə oxuyur, 12 dəqiqə dincəlir. 37-dir. Düzdürmü? Dinləyəcək. Bu hesabla bu nağıl 10 səhifəsini bu hissəli oxuyursa, hələ 5-ə də vururuq. 37, 5, 35, 3 yadda, 15, 18, 185. Bəli, burada 3 saat 5 dəqiqədir. C variantı cavab. 20-ci sual. Səkinə hər bir kitabın hər 30 səhifəsində 40 dəqiqə oxuyur. Sonra 15 dəqiqə dincəlir. Bəlkə bunu çıxaq 25-dən 12 çıxaq. 13 eləyəcək. Düzdürmü? Yox. 30 səhifəni 40 dəqiqə oxuyur. 15 dəqiqə dincəlirsə, bir də 10 səhifəyə 55 dəqiqə vaxt sərf edir. Həmin səhifəyə 30 səhifədirsə, 3-ə də vuranda eləyəcək 165. Sonra isə bu hesabla o kitabı oxuyub bitirməyə cəmi 3 saat 25 dəqiqə vaxt sərf etdi. Kitab neçə səhifədir? 3 saat 25. Deməli 30 səhifəni 40 dəqiqə oxuyur. 15 dəqiqə dincəlirsə,
40 dəqiqə oxudu, 15 dəqiqə dincəldi, 55 dəqiqə vaxt sərf etdi və 55-ci dəqiqədə 56-cı dəqiqədən başlayır nəməyə? Oxumağa. 10 səhifəsində 30 səhifəsini bu hissəyə oxuyur və 3 saat, deməli 30 səhifəni 55 dəqiqəyə oxuyursa 3 saat 25 dəqiqə 180 25 də gəlirik 5 0 205-dir. 205-də bölürəm 55-ə. 55-ə böləndə 4 dəfə 5 20 24 yox. 3 dəfə 5 15 1 yadda 3 dəfə 5 15 16. Eləcək 0 4 40 dəqiqə. Deməli 120. Cavabımız 120-dir. 19 və 20-ci sualları qaydalarına əsasən mən sizə izah edəcəm. Hər hansı bir qaydalarımız var. Onları yazaq. Növbəti videoda inşallah bu məsələlərə toxunacağım.